Füzuli şəhərində anadan olmuşam. Füzuli şəhərindən məcburi köçkün düşəndə mənim 3 yaşım var idi. Və biz bu günlərin bura qayıtmışıq. Mənim 3 övladım var. İkisi hal-hazırda Füzuli şəhərində təhsilini davam etdirir. Bura köçəndən sonra məşğulluğa müraciət eləmişəm. Təşəkkür edirəm. Məni işdən təmin ediblər. Hal-hazırda Füzuli şəhər Beynəlxalq Hava Limanında yanğından mühafizə xidmətinin avtomobilində sürücü işləyirəm. Valideynlərim Füzuli haqqında çox danışırdı. Yəni gözəlliyindən, təbiətindən, hər bir şeyindən danışırdı. Yəni təsəvvür eləyə bilmirdim. Və bu günlərimiz bura gəlmişik. Çox gözəldir. Füzuli günü-gündən abadlaşır, gözəlləşir. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı, prezidentimizə uzun ömür arzulayıram. Onların sayəsində biz bu günlərin burada həm işləyirik, həm yaşayırıq.